Hər kəsə salam. Bu video izahımızda 9-10 sinif deməli OTK-nın 26 oktyabr keçirdiyi gəlin sınaqların izahına baxaq. Deməli ikinci qrup üçün olan sınaqlara baxaq. Heç bir fərqi yoxdur. Baxaq görək nə deyir. Tərs mütənasib asıl olan iki kəmiyyətdən biri 24 olduqda digəri 15-ə bərabər olur. Bu kəmiyyətlərdən biri 24 olduqda digərini tapın. Yəni biri 24 isə digəri 15-ə bərabər olduqda 20 olanda digəri olsun x. Tərs mütənasib olanda biz bilirik ki qarşı-qarşıya vurulur. 24 vuraq 15 bərabərdir. 20 vurulsun 2. Bu 20'yi də 4 vuraq 5 kimi yazıram. 4'ə bölsəm 6, 5'ə bölsəm 3, x də bərabər 6 da bölsün 18. Doğru cavab olur 1A variantı. İkinci sual. Aşağıdakı kəsirlərdə hansı sonlu onluq kəsir şəklinə yazıla bilməz? Sonlu onluq kəsir şəklinə yazmaq üçün məxrəc 2 və 5'in hasillərindən ibarət olmalıdır. Deməli mən baxıram ki, məsəl üçün ixtisar getsə 12, 36'da məsələn 27 ilə yoxlayıram. Əvvəlcə bu kəsir mümkün ixtisar aparılmalıdır. 9'a ixtisar getsə qalır. Deməli 4'də 3, 4'ü yaza bilərəm ki 2 vur 2 kimi, bəli mümkündür. A getdi. B-yə baxıram. Yəni bu olar. 3'ə bölsəm 8'də 3, 8'də yazaram 2 vur 2 vur 2 kimi, bəli 2 və 5'in hasillərindən ibarətdir. 8'də 5 yazaram ki 2 vur 2 vur 2 5 olar, mümkündür. 6 və 15'i deməli 3'ə bölsəm burada qalır 5, burada qalır 2, bəli mümkündür. 36'da 15'i 3'ə bölsəm burada qalır 12, burada qalır 5. 12'ni yazaram ki 2 vurulsun 2 vuraq 3. Bax burada əlavə 3 vuruğu olduğuna görə 36'da 15 kəsirini sonlu onluq kəsir şəklində yazmaq mümkün deyil. Doğru cavab olur 2Y variantı. Üçüncü sual. İfadənin qiymətini tapın. Deməli mən bu ikisini çarpaz vursam alıram ki x, y bərabərdir 15. Düzdürmü? 15. Bax birinci və axırıncını çarpaz vursam alaram ki x, y bərabər 10. Mötərizəni açaram. X, y minus 3x, y bərabər. X, y-in yerinə 15 yazaram. Minus 3x, y. 3 vuraq 10. O da bərabər 15'dən 30 çıxsam mənfi 15. Doğru cavab olur 3C variantı. Sual nömrə 4. Tangens alfa 12 bölək 5'dir. Yəni bura 12K'dırsa, bitişik kaydda olmalı, üzrü sayın. Qarşı kaydda 12K'dırsa bərabər qoyaq da. Hə, bu da olsun 5K. İndi bizə nə soruşur? Onda hipotenuz olacaq 13K. Pifagora görə. C minus A. 13K'dan 12K'nı çıxaram. Neçə qalır? 1K. C plus A. Toplasam 25K. K'lar ixtisar gedər 25'də 1. Doğru cavab olar 4C variantı. 5-ci sual. Alfa və beta uyğun tərəfləri paralel olan bucaqlardır. Paralel edilərsə, deməli alfa minus 2 beta bərabər 30. Bunlar bərabər ola bilməzlər. Niyə? Çünki mən bərabər olsalar, alfa minus 2 alfa bərabər 30, mənfi 30 dərəcəli bucaq yoxdur. Deməli bunların cəmi 180 dərəcəyə bərabərdir. Aşağıdan yuxarını çıxsam, 3 beta bərabər 150, beta bərabər 50 dərəcə. Beta 50 isə alfa da bərabər 180-dən 50 çıxsam 130 dərəcə. Doğru cavab olur 5B variantı. Sual nömrə 6. 80 qram 30% şəkər məhluluna. Və əvvəlcə 80-30%-ni tapım görüm. Bu məhlulda neçə qram şəkər vardır? 24 qram şəkər var. Düzdür. P bərabər maddə bölək məhlul. Maddəm 24, məhlulum 80. Su əlavə etmək dedikdə üzərinə bir x gəlirəm. Vururam 100-ə bərabərdir. 25% məhlul alınmış oldu. İxtisar gedir, burada 4 qalır. 80 plus x bərabərdir 96. X də bərabər 16. 16 qram su əlavə etmək lazımdır ki 25% şəkər məhlulu alınsın. Nömrə 7. Emil və Kamilin yaşları nisbəti 3/4-dürsə, Emil olacaq 3K, Kamil olacaq 4K. Hansı ola bilməz? Bir-birinə vursam. Məsələn, mən K'ya 1 versəm, K'ya 1 versəm, 3 vuraq 4 bərabər 12 olar. 2 versəm, 6 vuraq 8 bərabərdir 48 olar. Düzdür. 3 versəm, 9 vuraq 12 bərabər 108 olar. Yəni, cəm deyil, bağışlayın. Mən hasil, aman Allahım, cəm. Cəm deyir axı. 3-ün isə 4 gəlsəm 7K. Yəni variantlardan biri 7-yə bölünən ədəd deyil. 42, 70, 35, 56 olar, amma 50 ola bilməz. 7 doğru cavab olur A variantı. 8-ci sual. Yəqin ki bu 0 tam %6'dır. Düzdür, bu şəkildədir. Deyə, amma tam görə bilmirəm deyə narahat oluram əslində açığı. Deməli, bax 0.5 nə deməkdir? 10.5, 2'də 1 deməkdir. Düzdür. 2'də 1 minus bu nə deməkdir? Bəs 20'də 6 deməkdir. 20'də 6. 20'yə ortaq məxrəc gətirsəm 20'də 4 eləyər. Hesablasam qaldı 10'da 2.
0,2. Deməli bunu silirəm, yerinə 0,2 yazıram. 0,6-nı 0,2-yə bölsəm 3 qalır. 3,5-dən 3 çıxsam 0,5 qalır. 6 bölək 0,5, 60-ı 5-ə bölsəm 12 qalır. Cavab oldu B variantı. Bunu heç açıq izahını vermirəm. Niyə? Çünki oradakı sualın 6 olub olmamağından əmin deyiləm heç. Sual 9. Alfa natural ədədin 7-yə bölünə qalıqda 4 alınırsa, biz demişik ki, ədəd elə qalığın özünə bərabər olur. Deməli, A-nın yerinə 4 yaza bilərəm. A kvadratı 16, 3A, 3 dəfə 4-ün 12, üzərinə 8 gəl. 20, 36. 7-yə bölsəm 5 dəfə qalıq 1. Doğru cavab oldu 9 D variantı. Sual nömrə 10. AC parçası CD parçasından 5 dəfə uzundur. Deməli, CD əgər, bax bu CD parçası hər hansı bir A-dırsa, ümumi AC parçası olacaq 5A. Deməli, ümumi AD parçası 6A-dırsa, B nöqtəsi AD-nin orta nöqtəsi isə bura 3A qalır. Bura A-dırsa, bunun payına 2A düşür. BC'nin uzunluğu 2A. AB'yə 3A olan nisbəti 2 bölü 3 doğru cavab olur 10 B variantı. Sual 11. Fikir verin. Mən burada bettanın yerinə 3K yazaram. Alfanın yerinə 2K yazaram. Bettanın yerinə, indi bax, betta plus alfa cəm etdi 5K. Üstə gələk, onun üstünə 40 gəlsəm 50, cəm 180 dərəcəyə bərabərdir. Buradan 5K bərabər 130, K da bərabər 26. Bucaq COB-ni soruşur, düzdürmü? Alfanın yerinə nə yazmışam? 2K plus 40. 2-ni 26-ya vururam. 52 üstünə 40 gəlirəm 92. Doğru cavab olur 11 Y variantı. Sual nömrə 12. A və B ədədləri qarşılıqlı tərsdirlər. B və C ədədləri qarşılıqlı əksdir. Bir dəqiqə. A və B qarşılıqlı tərsdirsə, A bərabərdir. Əslində B 1 bölək A-ya bərabərdir. Bu şəkildə. Yəni, qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. B və C ədədləri qarşılıqlı əkslərsə, deməli, onların cəmi 0-a bərabərdir. Düzdür? Bəli, düzdür. İndi mən buradan, deməli, 2-ni çıxarsam, B plus C plus 5AC bölünsün 4AB. Düzdürmü? BC cəmi 0-dır. Bu getdi. Əlimdə qaldı 5AC bölünsün 4AB. 4AB. 4AB hasildə 1-ə bərabər. Bu getdi. İndi fikir verin, diqqətlə qulaq asın. A və B əgər qarşılıqlı tərsdirlərsə, B və C əksdirsə, məsəl üçün, yəni belə deyək də, C-də B-nin yerinə yazıram 1 bölək A-dırsa, C də olacaq mənfi 1 bölək A. Bu şəkildə yaza bilərəm. Ola bilər. İndi, əgər bu B-nin qiymətidirsə, bu da C-nin qiyməti. Hamısını A ilə ifadə edirəm. 5 vuraq, A olduğu kimi qalsın, C-nin yerinə yazıram 1 bölünsün A mənfisi ilə. Mənfi 1 bölək A bölünsün 4. O da bərabər mənfi 1,25. Doğru cavab olur 12 A variantı. Nömrə 13. 3 rəqəmli ABC üçün cəminin ən kiçik tam qiymətini tapın. Deməli, mən bunu 14, 42, 28 yazıram ki, 14-də ABC tam qiymətdən söhbət gedirsə, deməli, ABC ədədi elə bir ədəddir ki, 14-də 42, 28-də bölünə bilən ədəddir. Düzdürmü? Əkobunu taparam. Əkob 14, 42, 28. 14 və 42-nin əkobu elə 42-dir. 42 və 28-nin əkobunu taparam. 2-yə bölünür 21, 14. 7-yə bölünür 3, 2. 7 dəfə 2-nin 14 vurulsun 6 bərabər 84. Deməli, 84-dürsə, bu 3 rəqəmli ədəddir, düzdür. 84-ün 2 misli olacaq. 168. Düzdür. Bizdə bu cəmin ən kiçik qiymətini soruşursa, 168-ə əvvəlcə 14-ə bölərəm. Deməli, ABC ədədi oldu 168. ABC oldu 168. 168 bölək 14 üstə gələk. 168 bölək 42 üstə gələk. 168 bölək 28. Bir dəfə 12 üstə gələk. 42-yə böləndə 4 dəfə. 28-ə böləndə neçə dəfə düşə bilər? Baxım, 5 dəfə, 6 dəfə. Düzdür, düzdür. 10, o da bərabərdir 22. Doğru cavab olur 13 A variantı. Sual 14. Düz buzaq öz daxili şüaları ilə 8 bərabər hissəyə bölünmüşdür. Öz daxili şüaları ilə. İkinci və 6-cı hissələrin təm bölənləri. Deməli, 8, bu mənim düz bucağım olsun. Düzdür, bu şəkildə. 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6, 7, bu da oldu 8.
Deməli bu şəkildə. Əvvəlcə mən 98-ə bölərəm. Bir dəfə çıxıram 8, 10-da 8, bir dəfə çıxıram 8, 20-də 8, 2 dəfə çıxıram 16, 11,125. Əla. Bir bucaq 11,125 dərəcədir. Bir bərabər bölgü. İkinci və 6-cı hissənin tən böləni. Bax bu ikinci hissənin tən böləni olsun. Düzdürmü? 1, 2, 3, 4, 5. Bu da 6-cı hissənin tən böləni. Bax bu bucağı soruşur. 1, 2, 3. Bu ikisi də 1, 7, 4. 11,125'i vuraram 4'ə. 0 yazım. Deməli 2 yadda. 0 yazım. 1 yadda. 5, 45 dərəcə. Doğru cavab oldu. 14 D variantı. Sual nömrə 15. ABC üçbucağında AC CD'ye bərabər 110 ise 110'un qonşusu 70 bərabər yanlı oturacağı biçimli bucaqlar bərabərdir 70 140 C təpə bucağı olur 40 dərəcə. Olsun. 110'dursa 110'dursa 180'den 110 çıxaram 70 70'in yarısı 35 AC'yi soruşur. AC'yi 40'ın üstüne 35 75 180'den 75 çıxaram bərabərdir 105 dərəcə. Doğru cavab olur 15 Y variantı. Sual nömrə 16. Ədəd 2'də 1, 4'də 3, 5 nisbətini 3'ə bölünür. Böyük hissə, deməli belə yazaram. 2'də 1 K üstə gələk, 4'də 3 K üstə gələk, 5K. O da bərabərdir. 4'lər 2'nin üstünə 3 gəlirəm. 5K plus 20K bərabərdir. 25K bölək 4. Ədədim olsun deməli 4'də 25. Böyük hissə neçədir? Təbii ki 5. Düzü, yəni 5K. Bölürəm. 4'də 25K'ya vururam. 100%. Neçə faizdir? K'lar getdi. Bu 4 buradan qalxır sürətə. Deməli 5, 20, 20'ni 4'ə vursam 80%. Doğru cavab olur 16 B variantı. Sual 17. Qatar 2 stansiya arasında məsafənin 17'də 8 hissəsini gedəndən sonra 17'də 8 getdi. Qaldı mı 17'də 9 hissə? 9 hissə qaldı. Yolun ortasına çatmaq üçün daha da 4 kilometr getsə yolun ortasına çatar. Yolun ortası nə deməkdir? X bölü 2 deməkdir. Deməli, bu zaman necə edirik? Hər tərəfə 34'də vursam 18x plus 4 vurulsun 34 bərabər 17x. X də bərabərdir. Harada səhv etmədim. 17'də 9 hissəsi qaldı da, elə deyil. Üzərinə bir 4 kilometr gəlsə yolun ortasına çatar. X bölü 2 tamamilə doğru. 17'ye vur. Hər tərəf 34'də vursam 18x üstə gələk. 4 vuraq. 34 bərabər 17x. X də bərabərdir 144. Almış oldum. Yox, burada 17 mənə lazımdır. Üzrü sanki gedənlər 17 8. Qalır 16. 16x 16'dan 16 mənə gedən hissə lazımdır. Bir də məsələyə diqqətlə baxın. 2 stansiyası məsafənin 17'də 8 hissəsini getdi. Bax bu mənim 2 stansiyam, düzdür. 17'də 8'in getdi. Buranı getdi, düzdür. Əlavə 4 hissə də getsə, yəni getdiyin üzərinə 17'də 8'də x-in üzərinə 4 kilometr getsə yolun ortasına gələr də, yəni 2'də 1 x olar. X bölü 2. Hər tərəf 34'də vursam 16x bərabərdir. 16x üstə gələk. 4 vurulsun 34 bərabərdir. 17x. X də bərabərdir. 144 almış oluram. Düz yazıram. Problem 4'də vurmaqdadır. 6, 136 doğru cavab olur C variantı. Nömrə 18. Sayda vuruqlara ayrılışı bu şəkildə olan adət üçün aşağıdakılarda hansı yanlışdır? 5 sayda vuruq var. Bu 1'də də yazılmır. 3, 1, 2, 6 olmalıdır. Getdi. Sayda bölənlərin cəmi 10'dur. Sayda bölənlər 2'dir, 3'dür, 5'dir, bərabərdir 10. A səhvdir, düzdür. Natural bölənlərin sayı 24'dür. Qüvvətləri bir-birinə aid toplayıram. Artır bir-birinə vururam. 4 vuraq, 2 vuraq, 3. 8'də 3'ün 24, düzdür. 40'a bölünəndədir. Bəli, 8'i 5'ə vuranda elə 40 edir, düzdür. 3 sayda böləni var, 2, 3, 5, düzdür. A variantı səhvdir. 6 sayda vuruq olmalıdır. Doğru cavab oldu A variantı. Sual nömrə 19. AB 6'dır. Üzərinə yazaq. BC 4'dür. CD 2'dir. AD 7 olarsa x'in tam qiymətləri. Üçbucaq bərabərisinə görə burada x hansı qiymət ala bilər? 6'dan 4 çıxanda 2, 6'ın üstə 4 gələndə 10. Bir də hansı qiymət ala bilər? 7'dən 2 çıxaram 5, 7'nin üstünə 2 gəlirəm 9. Hər ikisində ortaq 6 alar, 7 alar, 8 alar. Ala biləcəyi tam qiymətlərin cəmi 13, 21. Doğru cavab olur D variantı. 20-ci sual.
ABC ədədlərin ədəd ortası 50-dir. Yəni ədəd orta 50-dirsə, bu 3 dənə ədədin cəmi 150 edir. 50-ni 3-ə vururam. Yox, 150-dir. Hə, 150-ni 3-ə vursam 450. M bərabər A plus B, M bərabər B plus C ədədlərin ədəd ortasını tapın. Deməli, 3 dənə ədəd var da, düzdür? M, N, K. M-in yerinə yazıram A plus B, B plus C, üstə gələ A, üstə gələ C. Bölək 3. 2 dənə A var, 2 dənə B var, 2 dənə C var, bölürəm 3-ə. ABC-nin yerinə yazaram 450. Burada qaldı 150, 150-ni 2-yə vursam 300. Doğru cavab olur D variantı. 2-də birdən 1 çıxır, baxın. Cavab burada indi mən tapacağım. 2-dən 16-ya qədər ədədlərin sayını tapsam, M bərabər 16-dan 2 çıxaram. 1 artır. 1-ə bölüb üstünə 1 gələrəm. 16-dan 2 çıxanda 14, üstünə 1 gələndə 15. 15 ədəd vuruq olduğuna görə mənfi vuruq. Hasil mənfi eləyir. Bunlar getdi. Deməli, indi mən hasil mənfi eləyəcək, bu mənə maraqlı deyil. Cavab ya adı ya deyil. 1-dən 2-də 1 çıxanda 2-də 1, 3-də 2-də mənfilərini yazmıram. 4-də 3 və s. 16-da 15, 2, 2, 3, 3, 5 gedir. Mənfi 16-da 1 doğru cavab olur 21 A variantı. Sual nömrə 22. A-nın için natural qiymət üçün bu şərt ödənilir. 28-də 7 yazaram, kiçikdir. 28-də A yazaram, kiçikdir. 28-də 12 yazaram bunu. Ortaq məxrəc gətirdim. A bərabər 8 olar, 9 olar, 10 olar, 11 olar. 4 dənə doğru cavab olur 22 Y variantı. Sual 23. İfadənin qiymətini hesablayın. 5,1-in tam hissəsi 5-dir. Üstə gələk. Mənfi 4,3-ün kəsir hissəsi müsbət 0,7. Çünki bunun mənfi 5 bölü 0,7 şəklində yazılır. Kəsir hissə 0,7. O da bərabərdir. 5,7 bizim cavabımızdır. 24. Kəsişməsi boş olmayan A və B çoxluqları üçün deməli bu mənim A çoxluğum olsun, bu olsun B. MB 22-dir. MB bu olsun 22. B fərq boş deyilsə ən azı bir element var. O zaman B fərq A-ya qalacaq 21. B fərq A-nın ən çox neçə elementi var? 21. Doğru cavab oldu 21. Nömrə 25. Ağırlıq mərkəzi J olan, yəni medianların kəsişmə nöqtəsi J olan ABC üçbucağında AB deməli həm də bu tən böləndir. Nə zaman? Deməli bu bərabər yanlıymış ki, çəkilmiş median həm də olubdur tən bölən. ABC-nin perimetri 54-dür. Yəni bura A-dır, bura A-dır, bura B-dir, bura B-dir. 2A üstə gələk 2B bərabərdir 54. A üstə gələk B bərabərdir 27 almış olduq. AC-ni verib 24. Nə gözəl, nə gözəldir. Bunu sileyim. AC 24 isə 12, 12. O zaman yazıram 2A plus 24 bərabərdir 54. 2A bərabər 30, A bərabər 15. Bura oldu 15, bu da oldu 15. BJ parçasının uzunluğunu tapın. Fikir verin. BJ-ni soruşur. Deməli bu həm də hündürlükdür. Pifagora görə 225-dən çıxsam 144, 81 qalır. 81-dən çıxır neçə? 9. 9 ise biz bilirik ki təpədən başlayaraq 2 bölünsün 1 nisbətində bölünür. BJ-nin uzunluğu olacaq 6. Bax belə. 26 bu sual. Əbobları 15-ə, əkobları 120-yə bərabər olarsa AB hasilini tapın. Biz bilirik ki əkob AB vurulsun. Əbob AB nəyə bərabərdir? A vuraq B-yə. Əkobun yerinə 120 yazıram. Əbobun yerinə 15 yazıram. A vuraq B. A vurulsun B bərabər 12-ni 15-ə vursam 180 yanında bir 0 1800. Doğru cavab oldu 1800. Sual nömrə 27. Bucaqları 1-2-3 nisbətində olan 3 bucaq üçün uyğunluğu müəyyən edin. Kiçik tərəf 8-dir. 1-2-3 isə deməli fikir ver. K, 2K, 3K, 6K bərabər 180, K bərabər 30. 30, 60, 90'dır. Yəni düz bucaqlı 3 bucaqdan söhbət gedir. Bura olsun 30 dərəcə. Bura olsun 60 dərəcə. Kiçik tərəf 8-dir. 30 dərəcə bucaq qarşısına qat et. Hipotenuzun yarısına bərabərsə böyük tərəf 16 olacaq. Bir doğru cavab oldu. A variantı. Sonra böyük tərəf 8-dir. Böyük tərəf 8-dirsə onda kiçik tərəf 4 olacaq. Oldu C variantı. Böyük tərəflə kiçik tərəfin fərqi 16-dır. Yəni bura 2A'dırsa bura A. Nəfis oldu. Bura bir A'dır. 2A minus A bərabər 16. A bərabər 16. Deməli bura 16. Bura 32 imiş. Kiçik tərəf 16'dır. D variantı. Böyük tərəf 32'dir. B variantı. Bax belə. 1'ə A, 2'ə C, 3'ə D, B. Davam edirik. Bu deməli hələ ki ikinci qrupdur. Situasiya məsələləri. Aysel evdə kiçik kitabxana yaradıb. Kitabxanada riyaziyyat, bədii ədəbiyyat və ensiklopediya kitabları olmaqla 80 kitab var. Əla. Bədii kitabların sayı ümumi kitab sayının 68,75%-ni təşkil edir.
Cəmi 80 kitab var da, düzdür? 80-in 68,75%-ni taparam. Vuraram 68,75-ə, bölərəm 100-ə. Deməli, əvvəlcə nə edirik? 68 tam kalkulatorla vururam. 68 tam %75'i vururam 8'e tez olsun deyə. 550. Ona bölsəm 55. 55. Deməli 55 ədəd. Deməli nə var? Bədii ədəbiyyat, bədii. Riyaziyyat kitabları bundan 38 azdır. Aha, yəni 55'dən 38 çıxarım. 55 minus 38 bərabər 17 də nə oldu? Riyaziyyat kitabı. Bir dəqiqə baxmaq var idi. Riyaziyyat, bədii ədəbiyyat, ensiklopediya. Bədii ədəbiyyat da yəni. Deməli ensiklopediya tapmaq üçün 55'in üstünə 17 gələrəm. Cəmi neçə kitab vardı? 80, hə. 80-dən çıxaram 55 ilə 17-nin cəmini. Bax belə. Deməli 55'in üstünə 17 gələrəm. 70 cavab oldu 8. Sual 29. Ayşə bədii kitablardan birini hər gün, hər 4 gündən bir, digərini isə hər 6 gündən bir oxuyur. Əgər Ayşə oxumağa bazar ertəsi başlasam, həftənin hansı günü növbət dəfə hər iki kitabı oxuyacaq? Yəni mən bunların əkübünü tapmalıyam da. Əküb 6 4-də əküb tapsam olur 12. Deməli 12 gündən sonra bazar gündən başlasa, bazar gündən bazar eləmi? Sonra birinci gün, bazar da 7-ci gün deməkdir. İkinci gün, üçüncü gün, 4, 5-ci gün, 6-cı gün, təzədən bazar. Bax 12 gündən sonra 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 4-cü gün. Həftənin hansı günü? Cümə axşamı. Cümə axşamı. Doğru cavabdır. 30-cu sual. Baxaq 30. Bir sonunda müşahidə etdi ki, oxuduğu bədii kitabların sayı riyaziyyat və ensiklopediya kitablarının sayı ilə Pifaqorus əmələ gətirir. Oxuduğu, bax. Riyaziyyat və bir dəqiqə tapım. Ensiklopediya. Riyaziyyatda nə qədər oxumuşdu? Riyaziyyat 17, ensiklopediya 8. 17 8. Deməli 17 8 isə 17 8-dir elə. Bura 17 isə, bura 8 isə, Pifaqorus isə bura 15 olmalıdır. Riyaziyyat və hə. Ayşə kitabların içərisində oxumayıb. Deməli bunları oxuyub. Oxuyub. Oxumadıqları 17-nin üstünə 8 gələrəm. 25. 25'in üstünə 15 gələrəm. 40. 40'ını oxuyubsa 80 minus 40. 40'ını oxumayıb. Doğru cavab oldu 40. Belə. Bu qədər. Varmı? Başqa? Bir dəqiqə. Birinci qrupu var bunun. 26-cı sualdan başlayıb. Bunu bayaq yazmışdım. Bunu bayaq yazdım. Hə, 28-ci sual. Düzbucaqlı şəklindəki sarı karton ədəd. Karton ədəd 9 üzərində mənfi bir 3 aralığında yerləşdirilmişdir. Bu düzbucaqlı ədəd 9 üzərində 2 vahid sağa sürüşdürüldükdə A çoxluğu. Deməli 2 vahid sağa sürüşdürsəm belə olacaq. Bura 5-dir. Deməli A çoxluğu oldu neçə? 1, 2, 3, 4, 5. Əla. Bir vahid sola sürüşdürəndə belə olacaq. B çoxluğu. Mənfi 2, mənfi 1, 0, 1, 2. Kəsişməni soruşur. Kəsişmə 1 və 2 olur. Doğru cavab olur. 1 və 2. Sual nömrə 29. 16 nəfər Çinli və bu artıq birinci qrupdur da isbat olan. Və 24 nəfər Türk olan. Bir dəqiqə. Aha, 16 nəfər Çinli və 24 nəfər Türk olan bir turist qrupunda Türklərin 75% və Çinlilərin isə 25% fransız dilini bilir. Bu turistlərin neçə faizi fransız dilini bilir? Baxaq. Deməli 16 nəfər Çinlidir. Türklərin 75%. Deməli 24'ün birinci 75%-ni tapıram. Vururam 75'ə, bölürəm 100'ə. 25'ə bölünür 4, 3 da qaldı 6. 18 nəfər Türk fransız dilini bilir. Çinlilərin də 25%. 25% 4'də biridir da. 4 nəfər də Çinli, Türk dilini, fransız dilini bilir. Neçə faizi? Cəmi fransız dili bilənlər oldu 22 nəfər. Vururam 100%-ə. Ümumi neçə nəfərdilər? 16, 24, 40. Bax belə. 16, 24 gəlirəm. 40. 24'ün 75%. Tamamilə doğrudur. 18, 4, 22. Aha. Sıfırlar getdi. 2'yə bölsəm 2, 11. 2'yə bölsəm 5. O da bərabərdir 55%. Doğru cavab oldu 55%. 30-cu sual. İsbat edin ki, üçbucağın B təpəsindəki daxili bucağı ilə
C təpəsindəki xarici bucağın tənbələnləri əmələ gətirdiyi bucaq A təpəsindəki daxili bucağın dərəcə ölçüsünün yarısına bərabərdir. İspat edək. Tutaq ki, bizə 3 bucaq verib. Dərəcə ölçüsü bura olsun 80. 80 isə tənbələn olur 40-40. Düzdür. Bura olsun 50 dərəcə, 130. 50 olmasın da 60 olsun, 140. Bu olsun 40 dərəcə. Düzdürmü? 40-dırsa o zaman 40-ın qonşusu 140, yarısı 70. 70 dərəcə bucaq əmələ gətirir. Düzdürmü? Tənbələnlərin əmələ gətirir. A təpəsindəki tənbələnlərin bir dəqiqə C təpəsindəki xarici bucağın tənbələnlərin əmələ gətirdiyi bucaq. Bu 3 bucaq üçün mən D bucağını tapa bilərəm. 40-40, 80, 80 sonra 70 gəlsəm 150 oldu 30. 30 deməli necə oldu? 60-ın yarısı. 60 bölü 2 bərabər 30. Teorem ispat olundu. Bax belə. Ya belə yazaram, ya da alfa bettadan gedərəm. Yazaram ki, əgər bura hər hansı bir alfa, bura bettadırsa, məsələn 2 betta olsun, 2 betta olsun. Mən bilirəm ki, 3 bucağın daxili bucağının cəmi onları qonşulmayan xarici bucağına bərabərdir. Bu bucaq olur 2 alfa plus betta, yarısı oldu alfa plus betta, burada oldu alfa plus betta. İndi diqqətlə baxın. Bunun qonşusuna baxıram. 180, bura oldu 180 minus 2 alfa minus 2 betta. Cəmləsəm, bax bunu. Bununla bunu cəmləsəm 180 minus alfa minus betta üzərinə bir alfa gəlsəm 180 minus betta qalmış oldu. Düzdür? Bir dəqiqə mən nə iş gördüm? Bax 180-dən çıxaram, alfanı çıxaram. Bu ikisinin cəmini. Yəni 180 minus alfa minus bettanı. Əla. Deməli, bax 180-lər getdi. Açsam mənfi alfa plus betta. Müsbət mənfi alfalar getdi, qaldı betta. Buraya yazıram 1 betta. Həqiqətən 2 bettanın yarısı bettaya bərabərdir. Yenə də teorem ispat olunmuş olur. Belə. Bu qədər. Başqa var, görün varmı? Yoxdur. Diqqətinizə görə sağ olun.